Ağlabatan uyğunlaşdırılma nədir? Ağlabatan uyğunlaşdırılma, əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquq və azadlıqlarının digərləri ilə bərabər səviyyədə reallaşdırılması, əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün hər bir konkret halda zəruri və mümkün uyğunlaşmaların və düzəlişlərin edilməsi məqsədi ilə həyata keçirilir. Ağlabatan uyğunlaşdırılma, əlilliyi olan şəxslər üçün müəssər mühitin yaradılması ilə həyata keçirilir. Bunun üçün veb-saytlar, infrastruktur, iş mühiti, bankomatlar, ictimai nəqliyyat əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunlaşdırılır. Bəs əlilliyi olan şəxs bu mövzuda nə edə bilər? Məsələn, əlilliyi olan şəxs ABC supermarketdən alış-veriş etmək istəyir, amma rampanın olmadığına görə supermarketə daxil ola bilmir. Bu halda, əlilliyi olan şəxsin ağlabatan uyğunlaşdırılma üçün həmin müəssisəyə müraciət etmək hüququ var. Bunun üçün, əlilliyi olan şəxs emas.sosial.gov.az saytından öz şəxsi kabinetinə daxil olur. Şəxsi kabinetinə daxil olduqdan sonra həmin şəxs rəsmi yazışmalar bölməsindən ağlabatan uyğunlaşmalar bölməsinə klik edir. Bundan sonra ağlabatan uyğunlaşma tələbi seçimi açılır və şəxs həmin bölməyə daxil olur. Ağlabatan uyğunlaşma tələbi bölməsinə daxil olduqdan sonra öz adından müraciət pəncərəsi açılır. Sonra isə ağlabatan uyğunlaşma ilə bağlı şəxsin müraciət edəcəyi müəssisə haqqında məlumatlar əlavə edilir. Bu zaman həmin şəxs müəssisənin adını, ünvanını və öz əlaqə məlumatlarını daxil edir. Eyni zamanda müraciət edəcəyi ağlabatan uyğunlaşma tələbi üçün birdən artıq seçim edə bilər. Bundan sonra müraciət ilə əlaqəli sənədi və fotomaterialları yüklə çərçivəsindən daxil edir. Sonda isə vətəndaş müraciəti ilə əlaqəli olaraq ümumi məlumat verə bilər. Müraciət edən şəxs bütün məlumatları daxil etdikdən sonra düzgünlüyünü yoxlayır və sənədin qeydiyyatı bölməsinə klik etdikdə müraciət qeydiyyata alınmış olur. Müraciət göndərildikdən sonra müəssisənin səlahiyyətli şəxsinin kabinetinə yerləşdirilir və onun mobil telefonuna bu barədə SMS göndərilir. Həmin şəxs müraciətlə tanış olduqdan sonra əlilliyi olan şəxslə müzakirə aparılması üçün sistem üzərindən görüş tarixi və saatı müəyyənləşdirir. Bu barədə məlumat əlilliyi olan şəxsin kabinetində əks olunur. Müzakirə zamanı əlilliyi olan şəxs tərəfindən tələb olunan ağlabatan uyğunlaşdırılmanın xarakteri, resursları və əldə olunacaq nəticələr öyrənilir. Müəssisə 15 iş günü müddətində müraciətin təmin edilməsi və ya edilməməsi barədə qərar qəbul edir. Müraciət təmin edilmirsə, müəssisə tərəfindən imtina səbəbi və əsaslandırılması əmasda qeyd olunur və bununla bağlı məlumat vətəndaşın şəxsi kabinetinə ötürülür. Ağlabatan uyğunlaşdırılmanın aparılmasına dair qərar qəbul edildiyi təqdirdə müəssisə tərəfindən 3 ay müddətində ağlabatan uyğunlaşdırılma təmin edilir.